Dəyərli izləyicilər, Pancomi TV YouTube kanalımıza xoş gəlmisiniz. Zəhmət olmasa bəyənin və videonu axıracan izləyin, bəyənməyi unutmayın, dəstəyiniz üçün təşəkkür edirik. Amerika Qidalanma Cəmiyyətinin illik iclasında təqdim olunan yeni tədqiqat paxlalı bitkilərin, xüsusilə də noxud və qara lobiyanın insan sağlamlığı üçün əhəmiyyətli faydalarını ortaya qoyub. Pancomi TV Science saytına istinadla xəbər verir ki, Chicago'dakı Illinois Texnologiya İnstitutunun alimlərinin apardığı kiçik miqyaslı tədqiqat gündə bir stəkan noxud və ya qara lobiya istehlak etməyin xolesterolu aşağı salmaq və orqanizmdəki iltihabı azaltmaq qabiliyyətini vurğulayıb. Tədqiqatın nəticələrinə əsasən bu cür sadə pəhriz dəyişikliyi insan sağlamlığında nəzərə çarpacaq yaxşılaşmalara səbəb ola bilər. Qidalanma üzrə mütəxəssis doktor Indira Edrisinqi və həmkarları prediabet diaqnozu qoyulmuş 72 nəfəri 12 həftə boyunca izləyiblər. İştirakçılar gündəlik olaraq ya bir stəkan noxud, qara lobiya ya da ağ düyü istehlak ediblər. Tədqiqatın sonunda noxud pəhrizində olan şəxslərin ümumi xolesterol səviyyəsinin orta hesabla 200 mg-dən 186 mg-lə endiyi müşahidə olunub. Azalma ilk baxışda kiçik görünsə də Edrisinqi bunu sağlamlığa doğru mühüm dönüş kimi qiymətləndirib. Çünki bu, iştirakçıların sağlam xolesterol səviyyəsinə qayıtdığını göstərir. Ümumi xolesterolun 200 mg-dən aşağı olması həkimlər tərəfindən normal sayılır. Əlavə olaraq həm noxud, həm də qara lobiya istehlak edən iştirakçılarda iltihab göstəricilərinin azaldığı qeyd edilib.